Herkese salam. Bugünkü mövzumuz materiklərin daxili sularıdır. İlk olaraq Avropadan başlamaq istəyirəm. Və materiklərin daxili sularına baxdıqda əsasən də Avropada onları hissələrə ayıracağıq. Məsələn, Şimali Avropa, Orta Avropa, Cənubi Avropa və s. Və başlayaq çaylardan. İlk olaraq başlayaq Şimali Avropanın çaylarından. Şimali Avropada çayların əksəriyyəti Skandinaviya dağlarından axır və dağlardan axdığına görə bu çaylarda astana və şəlalələr də çoxdur, yəni geniş yayılıb. Buna görə də Skandinaviya çaylarında, yəni Şimali Avropanın çaylarında daha doğrusu gəmiçilik üçün əlverişli deyil. Amma burada həm də meşə ehtiyatları çoxdur. Buna görə də Şimali Avropanın çaylarından ağac axıtılmasında istifadə olunur. Və onu da qeyd edeyim ki, bu çaylardan hidroenerji ehtiyat kimi istifadə olunur, xüsusilə də Norveç, İsveç və Finlandiya ölkələrində. Daha sonra baxaq Orta Avropanın çaylarına. Orta Avropanın çayları düzənlik ərazidən axır və bu da təbii ki də çay şəbəkəsinə təsir edir. Necə təsir edir? Çayların dərələri enli olur. Bunu keçən dərsimizdə də qeyd eləmişdim ki, düzənlik çaylarında eninə eroziya baş verir və iqtisadi əhəmiyyəti böyükdür. Nəyə görə ki, il ərzində bu çaylar bol sulu olur və buna görə də donmur və xüsusilə də Qərbi Avropada bu çaylardan gəmiçilikdə geniş istifadə edilir. Məsələn, Reyn, Sena, Loara, Temza bu çayların sahillərində, estuarilərində daha doğrusu limanlar yerləşir. Hətta Qərbi Avropanın çaylarında qabarma baş verdiyi zaman okean gəmiləri də bu limanlara daxil ola bilir. Və burada Dunay, Main, Reyn gəmiçilik kanalı yerləşir. Bu kanal Dunay çayı ilə Reyn çayı arasında çəkilib və Qara dənizlə Şimal dənizini birləşdirir. Daha sonra Cənubi Avropanın çaylarından danışaq. Cənubi Avropada dağlıq relyef üstünlük təşkil edir. Buna görə də burada çayların əksəriyyəti dağlıq çaylardır, yəni dağ çaylardır və Cənubi Avropada çay şəbəkəsinin yaranmasına dağlıq relyef və Aralıq dəniz iqlim tipi təsir göstərir. Burada Alp dağlarının cənub yamaclarından axan çaylar, Balkan və Pireney yarımadalarına doğru axan çaylarda hidroenerji ehtiyatı böyükdür. Cənubi Avropanın çaylarına Taxo, Ebro, Rona, Po və s. çaylarına aid edə bilərik. Şərqi Avropanın çaylarına isə Dnestr, Dnepr, Don, Volqa çaylarına aid edirik. Bir də Peçora və Ural çayları da Şərqi Avropaya aiddir. Orta Avropada olduğu kimi Şərqi Avropanın da çayları düzənlik ərazidən axır və buna görə bu çayların da dərələri genişdir. Və Şərqi Avropanın ən uzun çayı Volqadır. Hətta onun üzərində kaskad, yəni ardıcıl şəkildə tikilmiş su anbarları da mövcuddur. Orta Avropada olduğu kimi burada da çaylar arasında kanallar mövcuddur. Bu kanallardan Volqa-Don və Volqa-Baltik kanallarını göstərə bilərik və onu da qeyd edeyim ki, kanalların çəkilməsi düzənlik ərazinin üstünlük təşkil etməsi ilə bağlıdır. Yəni düzənlik ərazilərdə çaylar arasında kanallar çəkilə bilir. İndi isə baxaq Avropanın göllərinə. Avropada sahəsinə görə ən iri göllərə Venerin, Vetterin, Onega, Ladoqa, Sayma, İnari, Cenevrə, Balaton və s. göllərə aiddir. Avropadakı göllərin əksəriyyəti şirinsulu və axarlı göllərdir və bu göllər çayların rejimlərinin tənzimlənməsində çox böyük rol oynayırlar. Düzənliklərdə və Şimali Avropada yerləşən göllərin əksəriyyəti buzlaq və tektonik mənşəli göllərdir. Şimali Avropada, məsələn, Skandinaviyada yerləşən Venerin, Vetterin, İnari gölləri, daha sonra Şimali Avropada Sayma və Ladoqa gölləri var. Onega, bu göllər buzlaq mənşəlidir. Daha sonra Cənubi Avropaya doğru gəldikcə göllərin sayı azalır. Cənubi Avropadakı çaylardan Cenevrə, Boden, Balaton, Qarda göllərini misal göstərə bilərik. Burada yerləşən göllərin əksəriyyəti karst gölləridir. Daha doğrusu Appenin, Pireney və Balkan yarımadasındakı göllər karst gölləridir. Daha sonra Appenin yarımadasında və İtaliyanın ərazisində yerləşən Qarda gölü buzlaq tektonik mənşəli göldür. Keçək Asiyanın daxili sularına. Asiyanın daxili sularının formalaşmasına nələr təsir eləyir? Deməli,
iqlim qurşaqları, dağ sistemləri və geniş düzənliklər. Başlayaq Şimali Asiyanın çaylarından. Şimali Asiyanın çaylarının əksəriyyəti Şimal Buzlu okeanına tökülür və qidalanmalarında qar və yağışları üstünlük təşkil edir. Şimali Asiyanın çaylarına Ob, Yenisey, Lena, Yana, Indigirka və Kolymat çayları aiddir. Bu çaylardan uzunluğuna görə ən uzunu Ob və Lena çaylarıdır. Stoplayıcı hövzəsinin böyüklüyünə görə Ob çayı, bolsulluğuna görə isə Yenisey çayı fərqlənir. Yəni ən bolsul çay Yenisey çayıdır. Şimali Asiyada, xüsusilə də Sibirin çayları qış aylarında donur və bilirik ki, ümumiyyətlə Avrasiyanın şimal hissəsində 4-cü dövr buzlaqlarına görə, həm də qütbə yaxın ərazi olduğuna görə qışda yer səthində buzlaqlar əmələ gəlir, yəni yer səthi buzla örtülür və çaylar donur. Təbii ki də bu qar və yaxud da buz örtüyü yaz aylarında havanın isinməsi ilə bərabər əriyir və buna görə də çaylarda daşqınlar baş verir. Ətraf əraziləri su basır. Bir də onu qeyd edeyim ki, Sibirin çaylarının üzərində nəhəng seslər də tikilib. Şərqi, Cənub-Şərqi və Cənubi Asiyanın çaylarına isə bir yerdə baxacağıq. Bu çaylara Amur, Xuanxe, Yangtze, Mekong, Gang, Brahmaputra, Hind çayları aid. Bu çaylar isə yay fəslində bolsul olur. Çünki bilirik ki, iqlim dərsindən də keçmişik. Şərqi, Cənub-Şərqi və Cənubi Asiyada musson iqlim tipi yayılıb və musson iqlim tipində yağışlar yay fəslində yağır. Buna görə də bu çaylar yay fəslində bolsul olur. Asiyanın ən uzun çayı Yangtze çayıdır və bu təbii ki də indi qeyd elədim Şərqi Asiyada yerləşir. Onun mənbəyi Tibetin şərq hissəsində yerləşir və mənsəbi isə Sakit okeandadır, yəni Sakit okeana tökülür. Bir də Yangtze çayının nəqliyyat əhəmiyyəti də çox böyükdür. Hətta okean gəmiləri belə bu çaya daxil ola bilir. Xuanxe və yaxud da sarı çay da deyirlər Xuanxe çayına. Bunun sarı adlanmasının səbəbi nədir? Deməli, aşağı axarda, çayın aşağı axarında və orta axarında gil süxurları ilə örtülü Lios yaylası yerləşir və çay bu yaylanın gilini yuyur. Bu gil isə çaya sarı rəng verir. Buna görə də Xuanxe çayına həm də sarı çay deyilir. Hətta çayın mənsəbi olan Sarı dənizin də adı buradan gəlir. Xuanxe və Yangtze çayları bir-biri ilə böyük kanal vasitəsilə birləşdirilir. Və Çində Yangtze çayı üzərində 3 dərə su elektrik stansiyası tikilib. Bu su elektrik stansiyasının tikilməsi ilə Yangtze çayında baş verən daşqınların sayı azaldı, yəni daşqın baş vermə ehtimalı azaldı. Enerji əldə olunur bu seslərdən, əkin sahələri suvarılır. Amma həm də bunun mənfi yanları da var. Məsələn, bu su elektrik stansiyasının tikilməsindən sonra böyük bir ərazi su altında qaldı və buna görə də insanlar bu ərazidə məskunlaşmış insanlar öz yaşayış yerlərini tərk etməyə məcbur oldular. Bununla yanaşı həm də Çinin bəzi arxeoloji abidələri də su altında qalaraq məhv olmuşdu və onu da qeyd edeyim ki, su elektrik stansiyaları, çaylarda salınmış su elektrik stansiyaları çayların canlı aləmi üçün təhlükəlidir və bu 3 dərə sesinin tikilməsi ilə bərabər burada bir çox balıq növləri də yox olub. Yava adasında isə Starium çayı yerləşir. Yava adası və yaxud da ölkə olaraq İndoneziyada. Starium çayı yerkürəsinin ən çəkli çayıdır. Amma bu çay ən çəkli çay olmasına baxmayaraq, yerli əhali başqa su ehtiyatı olmadığına görə bu çayın suyundan içməli su kimi istifadə edir. Mərkəzi Asiyada çaylar seyrəkdir. Mərkəzi Asiyadakı çaylardan Amudərya, Sırdərya, Tarim və Qaşqadarya çaylarını göstərə bilərik. Cənub-Qərbi Asiyada isə ən nəhəng çay sistemləri olaraq Dəzlə və Fərat çaylarını göstərə bilərik. Bu çaylar Mesopotamiya ovalığı boyunca axır. Daha sonra Qızıl Irmaq çayı yerləşir burada. Bu çay isə Anadolu yaylasından axır və Qara dənizə tökülür. Dəzlə və Fərat çayları isə İran körfəzinə tökülür. Türkiyəni isə Cənub-Qərbi Asiyanın su kranı adlandırırlar. Bunun səbəbi odur ki, Fərat çayı üzərində nəhəng su anbarları tikilib. Bu su anbarları Keban və Atatürk su anbarlarıdır.
İndi isə keçək Asiyanın göllərinə. Asiyanın ən iri gölləri Aral, Baykal, Balxaş, Taymır, Urmiya, İssiqkul, Kukunor, Labnor, Van, Tuz, Xəzər dənizi, Ölü dəniz və Xubsunguldur. Bunlardan Ölü dəniz okean səviyyəsindən 402 metr aşağıda yerləşir və bu göldə buxarlanma o qədər çox olur ki, duz yığılıb qalır həmin gölün içərisində. Yəni duz buxarlanmır da, bilirsiniz, su buxarlanır, duz qalır və duzun həddi çox olduğuna görə, yəni duzluluq çox olduğuna görə burada batmaq mümkün deyil. Və həmçinin duzluluq həddindən artıq çox olduğu üçün buranın canlı aləmi də çox zəifdir. Hətta canlı aləm üçün yararsız. Ölü dənizə bir neçə çay tökülür və bunlardan biri İordan çayıdır. Sonra Aral dənizi. Aral dənizinə Amudərya və Sırdərya çayları tökülürdü. Amma hal-hazırda Aral dənizi quruyub. Bunun səbəbi isə bir neçə illər əvvəl Aral dənizinə tökülən Amudərya və Sırdərya çaylarından kanalların çəkilməsi oldu. Bu çaylardan kanalların çəkilməsi nəticəsində təbii ki, çaylarda sululuq azaldı və Aral dənizinə də çaylar vasitəsilə çox az miqdarda su gedib çatırdı. Buna görə də Aral dənizi qurudu. Baykal gölü dünyanın ən dərin şirin sulu gölüdür və Qrabin mənşəli göl. Xəzər dənizi isə dünyanın ən böyük gölüdür və Xəzər dənizi dünya okeanından -27 metr aşağıda yerləşir. Xəzər dənizi isə tektonik mənşəli göldür. Aral, Van və Tuz gölləri də tektonik mənşəlidir. İndi isə keçək Şimali Amerikanın daxili sularına. Şimali Amerikada ümumiyyətlə çay və göllər materik üzrə qeyri-bərabər paylanıb və Şimali Amerikanın daxili suları Şimal Buzlu okeanına, Atlantik və Sakit okeanına, bir də daxili axarsız hövzələrə aid. Şimali Amerikanın çaylarından ən böyüyü Mississippidir. Hətta onu yerli Hindu dilində çayların atası da adlandırırlar. Mississippi çayı öz mənbəyini Itasca gölündən götürür və Atlantik okeanına tökülür. Yəni məzhəbi Atlantik okeanıdır. Bir də bu çay öz sularını böyük və mərkəzi düzənliklərdən Appalaç və Kordilyer dağlarından götürür. Appalaç və Kordilyer dağları deyəndə həmin dağlardan axan çaylardan götürür. Və onun Missouri, Ohio və Arkansas qolları var. Mississippi'nin sularından kənd təsərrüfatında, məişətdə və sənayedə istifadə edilir. Amma çayda daşqınlar baş verən zaman təsərrüfata mənfi təsir göstərir. Daha sonra Rio Grande çayı öz mənbəyini Kordilyer dağlarından götürür və o da Atlantik okeanına tökülür, yəni Meksika körfəzinə. Bir də Mississippi çayı da Meksika körfəzinə tökülür. Şimali Amerikada Sakit okean hövzəsinə aid olan dağ çayları isə qısa və bol suludur. Bunlara Kolumbiya və Colorado çaylarını göstərə bilərik. Bu çayların hidroenerji ehtiyatları da zəngindir. Həmçinin dünyada ən böyük kanyonlar da bu çaylarda yerləşir. Kolumbiya çayının üzərində Grand Coulee sesi tikilmişdi. Bu ses ABŞ-da ən böyük ses hesab olunur. Mackenzie çayı isə Böyük Kölə gölündən başlayır və Beaufort dənizinə tökülür, yəni Şimal Buzlu okeanına. İlin çox hissəsi isə buzdan örtülü olur. Həmçinin qış fəslində donur. Şimali Amerikada yerləşən göllərdən ən böyükləri Böyük Yayı, Böyük Kölə, Atabaska və Winnipeg gölləridir. Bu göllər tektonik və buzlaq mənşəlidir. Şimali Amerikada yerləşən Yuxarı göl, Huron gölü, Ontario gölü, Erie gölü və Michigan gölü. Bunlar bir yerdə böyük göllər adlanır və dünyada ən böyük şirin sulu göllər hesab olunur. Bu göllərdən bəziləri Kanada ilə ABŞ sərhəddində yerləşir. Bunlar Yuxarı, Huron, Erie və Ontario gölləridir. Yəni bunlar şimalda, daha doğrusu ABŞ-la Kanadanın sərhəddində yerləşir. Ümumiyyətlə böyük göllər Atlantik okeanına Müqəddəs Lavrenti çayı vasitəsilə birləşir və bu göllər qışda donmur. Həmçinin turizm cəhətdən və su ehtiyatı baxımından çox böyük əhəmiyyətə malikdirlər. Bir də onu qeyd edeyim ki, böyük göllərin sahilində əhali daha sıx məskunlaşıb. Cənubi Amerikanın çayları. Cənubi Amerika ən sıx çay şəbəkəsinə malik olan materikdir və dünyanın, yəni planetin ən bol sulu çayı olan Amazon çayı Cənubi Amerikada yerləşir. Amazon çayının uzunluğu Marañón və Ucayali çaylarının bir-birinə qovuşduğu yerdən hesablanır, amma əgər çayın mənbəyi Ucayalidən hesablansa, o zaman dünyanın ən böyük çayı hesab olunur.
və bu çayın ən uzun qolu Rio Negro çayıdır. Hətta burada maraqlı bir məqam da var. Rio Negro çayı Amazona töküldükdən sonra bir neçə kilometr Amazonun suyu ilə qarışmır. Yəni ayrıca axmağa davam edir. Amazon çayı əsasən yağış suları ilə qidalanır və il boyu bol sulu olur, çünki ekvatorial enliyə düşür. Bir də Amazon çayının hidroenerji potensialı da zəngindir və çayın üzərində ses yoxdur, amma onun qolları üzərində seslər mövcuddur. Amazon çayının mənsəbində həm delta, həm də estuar yaranır. Amazon çayı üzərində Manaus limanı yerləşir. Ümumiyyətlə Amazon çayı dərəsi enli olduğuna görə, dərinliyi çox olduğuna görə və il boyu bol sulu olduğuna görə burada gəmicilik üçün əlverişli şərait var. Və böyük, nəhəng okean gəmiləri çay boyunca hərəkət eləyərək Manaus limanına qədər gedib çata bilirlər. Cənubi Amerika materikinin digər bir iri çayı Parana çayıdır. Parana çayının mənbəyi Braziliya yaylasındadır. O cənuba doğru axaraq La Plata körfəzinə tökülür, yəni Atlantik okeanına. Və çayın hidroenerji ehtiyatları zəngindir. Həmçinin də Parana çayı və onun qollarından ağac axıdılmasında, suvarmada, nəqliyyatda istifadə olunur. Həm də balıqçılıqda istifadə olunur. Parana çayı üzərində Itaipu sesi yerləşir və bu ses Braziliya və Paragvay sərhədində yerləşir. Bundan başqa elektrik enerjisi tələbatının Braziliyada 20%-ni, Paragvayda isə 90%-ni ödəyir. Bir də Parana çayının Iguasu qolu üzərində Iguasu şəlaləsi yerləşir. Daha sonra Orinoco çayı Guiana yaylasından başlayır, Orinoco ovalığından keçərək Atlantik okeanına tökülür və töküldüyü hissədə, yəni mənsəbdə delta yaradır. Dünyanın ən hündür şəlaləsi olan Anhel şəlaləsi Orinoco çayının üzərində yerləşir. Onu da qeyd edeyim ki, Cənubi Amerikada çayların 90%-i Sakit Okean hövzəsinə aiddir. Cənubi Amerikanın göllərinə Poopó, Titicaca və Maracaibo göllərinə aid edə bilərik. Ümumiyyətlə bu materikin ən böyük gölləri Titicaca və Maracaibo gölləridir. Titicaca gölünün ətrafında, yəni sahillərində Cənubi Amerikanın endemik heyvanı sayılan lamaya rast gəlinir və yaxud da buna alapaqa da deyirlər. Maracaibo gölü isə Cənubi Amerikanın şimal hissəsində yerləşir. Ensiz Dayaz kanal vasitəsilə Venezuela körfəzinə birləşdirilib. Venezuela körfəzi ilə yanaşı Karib dənizinə də birləşdirilib və buna baxmayaraq göl adlandırılır. Cənubi Amerikadan axan Catatumbo çayı Maracaibo gölünə tökülür və Catatumbo çayının Maracaibo gölünə töküldüyü yerdə təxmini hər gecə 7-10 saat şimşək çaxır. Bunun səbəbi isə nədir? Deməli, burada bataqlıqlar yerləşir və bataqlıqlardan metan qazı havaya qalxır. Ant dağlarından gələn hava kütlələri də bu qazlarla toqquşur və nəticədə şimşək çaxır. Hətta bu şimşəklər 400 km uzaqdan da görünür. Afrikanın daxili suları. Ümumiyyətlə Afrikanın daxili sularının paylanmasına nə təsir eləyir? Təsir eləyən amillər relyef və iqlimdir. Materikin ümumiyyətlə mərkəzində ekvatorial iqlim olduğuna görə burada çay və göl şəbəkəsi sıxdır. Amma tropik enliklərdə çay və göl şəbəkəsi sıx deyil, seyrəkdir. Hətta burada çaylar daha qısadır və bəzən okeana gedib çata bilmir. Çünki tropik enliklərdə quraq iqlim şəraiti olur. Afrikanın çayları Nil, Kongo, Niger, Senegal, Narıncı, Şari, Okavango, Limpopo, Zambezi və s.dir. Və ümumiyyətlə Afrikanın çayları Hind və Atlantik okeanlarına tökülür. Atlantik okeanına tökülənlər Nil, Kongo, Senegal, Niger və Narıncı çaylardır. Hind okeanına tökülənlər Limpopo və Zambezi çayıdır. Ümumiyyətlə heç bir okeana tökülməyən, yəni daxili axarsız hövzəyə aid olan çaylar isə Şari və Okavango çaylarıdır. Afrika materikinin çayları əsasən yağış suları ilə qidalanır. Və Nil çayı Afrikanın ən uzun çayıdır. Nil çayı öz başlanğıcını ekvatorial enliklərdən götürür və subekvatorial enliklərdən keçərək tropik səhralara gəlib çatır. Nil çayının üzərində Assuan və yaxud da Nasir su anbarı yerləşir. Bu su anbarı Misir və Sudan ərazisindədir. Assuan su anbarının tikilməsi ilə Nil çayının axını tənzimlənmişdir.
daşqınların qarşısı alınmışdı. Elektrik enerjisi kimi istifadə olunur, yəni elektrik enerjisinin istehsalında istifadə olunur. Suvarmada, balıqçılıqda, gəmiçilikdə və kurort rekreasiya mərkəzi kimi istifadə edilir. Həmçinin Nil çayı üzərində su anbarının inşasından sonra bu ərazilərdə buludlu və yağışlı günlərin sayı da artmışdı. Amma bu su anbarının mənfi cəhətləri də var. Mənfi təsirləri nələrdir? Ümumiyyətlə su anbarı inşa edildikdən sonra çayın gətirdiyi çöküntülər, münbit çöküntülər bənddən aşağı yenə bilmir və yuxarıda toplanır. Buna görə də bənddən aşağıda qalan torpaqların münbitliyi itir və həmin torpaqların münbitliyini yenidən artırmaq üçün azot gübrələrindən istifadə edilir. Ümumiyyətlə Afrikanın çaylarında Nil çayı üzərində Victoria su anbarı və Asuan su anbarı, Zambezi çayı üzərində Kariba su anbarı, Volta çayı üzərində Volta su anbarı, Zambezi çayı üzərində yenidən Cabora Bassa su anbarı yerləşir. İndi isə gəlin Afrikanın digər çaylarına da baxaq. Digər çayı Kongo çayıdır və Afrikada uzunluğuna görə ikinci, bolsulluğuna görə isə birinci çaydır. Çay il boyu bolsuludur, amma gəmiçilik məqsədi ilə istifadə edilmir, çünki çayın dərəsində astana və şəlalələr çoxdur. Onu da qeyd edeyim ki, Kongo çayı ekvator xətti ilə 2 dəfə kəsilir. Ümumiyyətlə Kongo çayı çox ifrat dərəcədə rütubətli olduğuna görə və bu ərazilərdə bataqlıqlaşma baş verdiyinə görə çaydan suvarma məqsədi ilə də istifadə olunmur. Daha sonra Afrikadakı Oranj çayı Afrikanın cənubunda yerləşir və Atlantik okeanına aiddir. Yəni Atlantik okeanına tökülür. Tugela qolu üzərində Tugela şəlaləsi yerləşir. Düzdür, Afrikada bu şəlalə elə də məşhur deyil, amma dünyada hündürlüyünə görə ikinci yeri tutur. Daha sonra Niger çayı. Niger çayı ümumiyyətlə bolsulu çaydır və quraqlıq ərazilərdən keçir. Quraqlıq ərazidən keçdiyinə görə də suvarma əhəmiyyəti böyükdür. Yəni suvarmada istifadə edilir və bu məqsədlə də bəndlər və suvarma kanalları tikilmişdi. Zambezi çayı üzərində Victoria şəlaləsi yerləşir və Limpopo çayı isə tropik xətti tərəfindən 2 dəfə kəsilir. Cənub tropik xətti. Afrikanın gölləri. Ümumiyyətlə Afrikada yerləşən göllərin əksəriyyəti materikin şərqində yerləşir və onlar Şərqi Afrika tektonik qırılma zonasında yaranırlar. Bu göllər tektonik mənşəli olduğuna görə ensiz və uzun çökəkliklərdə yerləşirlər. Afrikada ən dərin göl Tanganika göldür, sahəsinə görə isə ən böyük göl Victoria göldür və Victoria gölü platformanın əyilmə zonasında yaranmışdır. Və Çad gölü Afrikanın cənubunda, Böyük Səhranın cənubunda nəhəng hamar çökəklikdə yerləşir. O, geoloji keçmişdə böyük bir göl olmuşdu, amma hal-hazırda həmin gölün qalığı kimi qalıb. Avstraliyanın daxili suları. Avstraliyada iqlim çox quraqdır və buna görə də materikdə çay və göllər də azdır. Avstraliyanın yarımsəhra və səhralarında daimi axına malik olan çay yoxdur və daimi axına malik olmayan çaylara Avstraliyada kriklər deyilirdi. Dünyada, daha doğrusu onlardan ən məşhurları Cooper Creek və Diamantinadır. Ümumiyyətlə Avstraliyada dedik ki, daimi axıra malik çay yoxdur, amma quru çaylar yağışlı dövrdə okeana qədər gelib çata bilirlər və bəzi dərələr qısa müddətli, yəni yağışlı fəsillərdə, yağıntılı fəsillərdə su ilə dolur. Avstraliyanın ən böyük çay sistemi Murray-Marri çay sistemidir, yəni Darlingdir və bu çaylar böyük su ayırıcı dağlarından başlayır. Balıqlardan keçərək Avstraliya körfəzinə tökülür. Ümumiyyətlə Murray uzunluğuna görə Darlingdən daha qısadır, amma Murray Darlingə nisbətən daha bol suludur. Avstraliya materikinin Sakit Okean hövzəsinə aid olan çaylar böyük su ayırıcı dağlarının şərq yamacından axan çaylardır. Bu çaylar il boyu bol sulu olur. Səbəbi isə daimi passat küləklərinin gətirdiyi rütubət və yağıntıdır. Və böyük su ayırıcı dağlarının şərq yamacı daha dik olduğuna görə buradan Mərcan və Təsman dənizlərinə tökülən çaylar qısa və sürətli çaylardır. Hətta buradan axan çayların bəziləri astana və şəlalələrdə yaradırlar. Onların üzərində seslər tikilir və çayların aşağı axarlarında gəmiçilik üçün istifadə olunur.
Avstraliyada yerləşən göllərin əksəriyyəti şorsulu göllərdir. Çox az sayda şirin sulu göl var. Çünki burada göllərin çoxu axarsız və duzludur və onların böyük əksəriyyəti yalnızca yağış yağanda su ilə dolur. Bayaq qeyd etdiyim dərələr yağış yağdığı dövrdə, yağışlı fəsillərdə su ilə dolur. Materikin ən böyük gölü Eyir gölüdür. Bu göl mərkəzi ovalıqda yerləşir və okean səviyyəsindən 16 metr aşağıda yerləşir. Daha sonra Çəhrai Hiller gölü Avstraliyanın cənub sahilində, daha doğrusu cənub hissəsində adada yerləşir. Bu göl vaxtı ilə okeana bitişik olub, amma sonradan okeandan ayrılmışdı və gölün rəngi tünd çəhrayı rəngdədir. Suyun çəhrayı rəngdə olmasının səbəbi isə oradakı bakteriya və mikroskopik su yosunlarıdır. Və Azərbaycandakı Abşeron yarımadasında yerləşən Masazır gölü xarici görünüşünə görə Hiller gölünə oxşadılır. Onu da qeyd edeyim ki, Avstraliyanın ən böyük şirin sulu gölləri Tasmaniya adasında yerləşir. Ümumiyyətlə, burada dedik ki, göllərin çoxu axarsız və duzlu göllərdir, yəni şorsulu göllərdir. Bu göllərdən də bilirsiniz ki, yəni içməli su kimi istifadə edilə bilməz. Bəs burada nə edirlər? Ümumiyyətlə, Avstraliyada göllərin axarsız və şorsulu olmasına baxmayaraq, yeraltı sular zəngindir. Yəni, böyük yeraltı arteziyan suları mövcuddur və içməli su kimi bunlardan istifadə edilir. Avstraliyanın ən böyük arteziyan hövzəsi isə böyük arteziyan hövzəsidir və bu hövzə Carpentaria körfəzindən Darling hövzəsinə qədər uzanır. Ümumiyyətlə, Avstraliyada yeraltı sulardan çox istifadə olunduğu üçün bəzi yerlərdə hətta yeraltı sularda tükənmiş. Burada yerləşən Argyle gölü isə süni şirin sulu göldür və bundan həm suvarmada istifadə olunur, həm də burada xeyli növ balıq yetişdirilir. Torrens gölü isə Avstraliyanın ikinci axarsız duzlu gölüdür və göl milli park hesab edilir.